Əvvəlcə dana ətini götürürlər, marinovat eləyirlər, sonra onu dilimləyirlər, sonra onu tavada ayrıca qovururlar, sonra onun yağına göbələklə spanaq tökürlər, bunu bir dənə də yüngül qovururlar. Ondan sonra pizza adətən üstünə belə qırmızı sos tökürlər, pomidor sosu, belə yayırlar, görürsünüz pizza bişirəndə. Onun göbələklisini eləyiblər. Onu tökürlər. Ayrıca bişirirlər, sonra oradan onu çıxardırlar, sonra və ya tavada hazırladıklarını onun üstünə qoyurlar. Birazdan bunu yeyəcək. Bunu normalda insan yeməyə qıymaz ki, bu qədər. Mən məsələn bişirsəm, 5 kimi vermərəm bunu kimi. Hə, bu balatıdır. Bütün xəmirləri bununla hazırlayırlar. Orada da fərqli çörəklər var, nələr oldu. Amma bir saysana belə yüngül var. Tam buğda var, daş dəyirmanlar necə çıxırsa həməndir. Tam çovdar var, kəpəkli var, müəyyən qədər əliyli ağ ununu, müəyyən qədər kəpəyi qalır. Sonra ciabatta var, fakotça var, batar çörəkləri var, fransuski baget var. Son dediklərinə başa düşmədim nədirsə, yəqin ki, çörəyin növləridir. Orada indi çəkəcəyik onları da. Belə maraqlı bir yerdir. Gələndə burada pizzanızı yeyə bilirsiniz. Üstad özü burada olsa şov göstərir. Ortada bir dənə detalı unutdum. Mozzarellanı özləri hazırlayırlar. Yenə özləri hazırlayan pomidoru belə xırda-xırda qurudub, sonra zeytun... Kürənin içində bunu quruduruq. Yavaş-yavaş, səhərə kimi yavaş-yavaş quruyur. Kürəni də özləri tikiblər. Yəni bayaq onun zarafatını elədik ki, duzdan başqa hər şeyi özləri hazırlayırlar. Əslində yaxşı yeməyi hazırlamaq üçün yaxşı xammal olmalıdır. Yaxşı xammalı da özünü hazırlayanda artıq bu olur tam maksimum şey. Bu da oldu bizim Wellingtonumuz. Məlumatını verdik, yeməyini çəkməyəcəyik. Qaxa gələndə qəlyanaltıya dəyərsiz.